Bugünkü materialımıza hər kəsin baxması tövsiyə deyil. Təqdim edəcəyimiz cinayət hadisəsində köməksiz, şikəst bir qadının qətlindən danışacağıq. Onu amansızlıqla öldürməkləri bir yana, qızıllarını, hətta ağzındakı dişlərini belə çıxararaq aparırlar. Bu işi elə insanlar görür ki, bunu eşidən hər kəs şoka düşür. Tənha evdə tənha şikəst qadın yaşayırdı, xanım arvad. Onun heç kim yox idi. Özünün də heç kəsdən işi olmazdı. Qapısı hamının üzünə açıq deyildi. Qanunu, qaydası var idi bu evin. Hər kəsin bura gəlmə ixtiyarı yox idi. Gələn şəxs əvvəlcə pəncərəni döyməli, özünü təqdim eləməli idi. Xanım arvad onu tanıyandan və icazə verəndən sonra həmin adam evə daxil ola bilərdi. Amma günlərin bir günü Masallı şəhər icra orqanlarına və rayon polis şöbəsinə dəhşətli bir məlumat daxil olur. 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayan o kimsəsiz, hərəkəti məhdud olan yaşlı qadın, xanım arvad amansızcasına qətlə yetirilib. Hadisə yerinə gələn əməliyyat heyətini dəhşətli bir mənzərə qarşılayır. Evin içi al-qana bürünmüşdü. Yaşlı qadını çoxsaylı bıçaq xəsarətləri ilə öldürmüşdülər. Təcrübə göstərir ki, belə qətllər adətən 2 səbəbdən törədilir. Ya qisas, ya da tamahkarlıq, yəni qarət. Ancaq Əsədova xanım Kərim qızı bu 2 versiyanın fərziyyənin heç birinə uyğun gəlmirdi. Çünki yaşlı qadın şikəst idi, uzun illər idi ki, adam arasına çıxmırdı. Həyat tərzi elə idi ki, yanına hər adam girə bilməzdi. Ən başda dediyimiz kimi pəncərə döyülməli, icazə alınmalı idi. Belə olduğu halda ondan kim qisas ala bilərdi? Digər tərəfdən onun xüsusi bir var-dövlətə malik olması versiyası da ağlabatan deyildi. O zaman bu amansız qətli kim və nə üçün törətmişdi? Bütün fərziyyələr ələkdən keçirilir. Belə hallarda həmişə olduğu kimi qətlə yetirilənin əhatə dairəsi, yəni son günlər ümumiyyətlə evinə gedib gələn insanlar müəyyənləşdirilir. Və diqqət mütəmadi olaraq bu müəyyənləşmə zamanı bir qadını üzərinə cəmlənir. Onu yedizdirən, paltarlarını təmizləyən, çimizdirən, evini yığışdıran şəxsə, Gülarə Heydərovaya. Bütün təmizlik işləri ilə Gülarə məşğul olurdu. Qətldən əvvəl də xanımın evində olmuşdu. Otaqları səliqəyə salmış, qadını yuyundurmuş və evdən çıxmışdı. Gülarənin zərər çəkənə olan müstəsna mərhəməti və yaxşılığı onun cinayətdə iştirakı ilə bağlı şübhələri azaldırdı. Şikəst bir qadına təmənnasız xidmət edən, onun altını belə təmizləyən bir qadın necə qıya bilərdi? Gülarə də dindirilmə zamanı məhz bu məqamlardan danışırdı və açıq şəkildə deyirdi ki, o xanımın qeydinə qalıb, ancaq xanımın evinə gedən təkcə o olmayıb, başqa adamlar da çox gəlib gedib. Hadisə yerindəki bir fiziki sübut istintaqın gedişini kökündən dəyişir. Hadisə yerində çoxlu ayaq izləri var idi. Çünki əməliyyat qrupu gələnə qədər qonşular bura toplaşmış, izlər qarışmışdı. Amma istintaqın diqqəti sayəsində qanun içərisində müəyyən ayaq izləri var idi ki, o hadisə zamanı həmin evdə olmuşdu. İstintaqçılar sırf onun üzərində dayanırlar. Evin içi təmiz idi, qış fəsli olduğundan xalça döşənmişdi. Həmin izlər evin içində bir kişinin daxil olduğuna əminlik yaradırdı. O kişinin isə bura tək girməyə ixtiyarı yox idi. Pəncərəni yalnız Gülarə döyə və qapını yalnız ona görə aça bilərdilər. İstintaqçılar Gülarəni dinlədikcə onun emosiyasızlığından və məntiqi ziddiyyətlərindən şübhələnməyə başlayırlar. Müstəntiq ona incə bir psixoloji sual verir. Siz axı qadınsınız. Əgər sizdə şikəst, imkansız bir qadına qarşı belə mərhəmət hissi varsa və ona kömək edirsinizsə, bu qətldən sonra sizə hər şey qəribə gəlməlidir. Siz dəhşətə gəlməlisiniz. Çünki siz qapını açmasanız heç kəs içəri girə bilməzdi. Meyidin üzərindəki xəsarətlərin çoxluğu və dəhşəti göstərirdi ki, xanımı təkcə bir nəfərin, özü də bir qadının öldürməsi mümkün deyil. Bu zaman ikinci şəxs istintaqa dəvət olunur. Gülarənin həyat yoldaşı Ağayar Nağıyev.
İşin çətinliyi də onda idi ki, Ağayar idmançı olsa da çox sakit təbiətli, heç bir şübhə doğurmayan bir insan təsiri bağışlayırdı. Müstəntiq onu dəfələrlə dəvət edib şəxsən söhbət edir, amma ilk danışıqlarda onda cinayətkar təsiri, özü də belə bir ağır cinayəti törədə biləcək şəxs təsiri buraxmırdı. Lakin istintaqçılar nə qədər başqa versiyalar üzərində işləsələr də, qanlı izlər sonda yenə də Ağayarın və Gülarənin üzərinə qaydırdı. Panasonic video kamerası vasitəsilə kasetə yazılan dindirmədə təkzib olunmaz faktlar qarşısında kişi Ağayar nəhayət ki etiraf eləməyə başlayır və bu etirafdan sonra ətrafı dəhşət bürüyür. Məlum olur ki, cinayət qabaqcadan tam 3 gün əvvəldən planlaşdırılıb və bu planın arxasında daha bir qorxunc fiqur durur. Bu ailənin yeznəsi Dadaşov Telman. Dindirmələr zamanı Ağayarın etirafları cinayətin əsl dəhşətini ortaya çıxarır. Diqqət edin, bu qətl necə planlaşdırılıb? Sən demə, cinayətin ideya müəllifi olan bu gənc Telman, öldürülən xanım arvadının doğma qardaşı oğlu, xanım arvadı isə onun doğma bibisi imiş. Və Telman bibisini öldürüb onun qızıllarını sataraq özünə toy eləmək, evlənmək istəyirmiş. Hadisəyə hazırlıq 3 gün çəkir. Ayın 26-sında qərara gəlirlər ki, 5-ci gün gedəcəklər. Sonuncu söhbət hadisə günü saat 12-yə qalmış Telmanla Ağayar arasında olur. Hadisə yerində ifadələrin yoxlanılması zamanı dəhşətli gecənin mənzərəsi anban bərpa olunur və hər şey ortaya çıxır. Cümə gecəsi. Əvvəl Gülarə pəncərəni döyür. Xanım pərdəni aralayıb baxır, icazə verəndən sonra xanım gəlib sürünə-sürünə də olsa qapını açır. Əvvəl Gülarə içəri keçir, ardınca Telman, sonra qaranlıqdan istifadə edib səssizcə Ağayar dəhlizdə gizlənir. Xanım arvad qayıdıb uzandığı yerindən soruşur ki, sənə demişdim tək gəl, niyə başqa adam da gətirmişsən? Gülarə isə deyir ki, qorxurdum, ona görə tək gəlməmişəm. Həm də qardaşın oğlu Telmanın sənə sözü var. Bu vaxt Telman da içəri girir, tam 1 saat yarım oturub söhbət edirlər. Bacısı oğlunun həbsdən buraxılmasından danışırlar, bayramı təbrik edirlər, sanki birazdan qan tökməyəcəklərmiş kimi. Telman hətta deyir ki, toy eləmək istəyir, pula ehtiyacı var. Sonra Telman siqaret çəkməyə çıxır. Qaydandan sonra dəhşət başlayır. Ağayar tullanıb evdən gətirdiyi dəsmalla və yastıqla şikəst qadının ağzını tutur və doğma bacısı oğlu Telman ilə özü ilə gətirdiyi bıçaqla köməksiz bibisinin başına və digər kürəyinə arası kəsilməyən zərbələr endirməyə başlayır. Sonra Ağayar qadının ağzını iki tərəfdən sıxır və özü də bıçaqla onu vurmağa başlayır. Xanım arvadı öldürəndən sonra evi axtarırlar. Evdən kiçik məbləğdə pul tapılır. Daha sonra Ağayar qadının üstündəki sırğanı, üzüyü və digər qızılları çıxarır. Amma bununla da sakitləşmir. Qadının ağzındakı qızıl dişləri belə söküb götürür. Oğurlanan qızıl zinət əşyalarını, qızıl dişləri və pulları Ağayar arvadı Gülarəyə verir ki, öz yataq dəstinin arasında gizlətsin. İstintaqa aparan Masallı rayon prokuroru Mircavad Kazımov dindirmə zamanı gənc Telmana hər kəsi, hətta ən qəddar cinayətkarı belə vicdanını ağrıdacaq bir tarixi sual verir. Şikəst bibinin pullarını, qızıllarını oğurlayıb toy eləsəydin, necə yaşayacaqdın? Xoşbəxt ola bilərdinmi? Heç mi vicdanın səni narahat eləmirdi? Cinayətkarların istintaqı qısa müddətdə başa çatdırılır və onlar törətdiyi əmələ uyğun olaraq dönəm üçün ən uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunurlar. Bu istintaq bir qətlin üstünü açdı, amma cavabı hələ də dəyişməyən bir sual da yaratdı. İnsan nə vaxt pula görə qohumunu, şikəst bir insanı öldürəcək qədər kasıblaşır? Cibindən yoxsa vicdanından? Qapılar isə təkcə oğrulara yox, etibar edilən adamlara açılanda da bəzən arxasında qan tökülür. Amma etibar bir dəfə qana bulaşanda o evdə artıq təkcə bir insan yox, həm də
insanlığa olan inam həlak olur. Salamat qalın.